Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rahmetullah. Əziz dostlar, vaxtınız xeyir olsun. Rəzəb ayının dualarını şərh edirdik. Biz Allahın xəzinələrinin tükənmədiyi barəsində danışırdıq ki, Allahın xəzinələri heç vaxt tükənməz və Allah təbarək və təala öz nimətlərini müəyyən əndazədə nazil edir. Allahın xəzinələri var və o xəzinədən müəyyən miqdarda yer üzünə nazil edir. Və Əllamə buyurdu ki, bu ayə izah olsun, başa düşülsün deyə biz bəzi məsələlərə toxunmalıyıq. Mə in şeyin ki, burada buyurdu, və in min şeyin, elə bir şey yoxdur. Burada məlum olur ki, yəni istisnasız bütün şeylərin xəzinələri var. Və ayə ki, buyurur ki, nunəzziluhu, biz həmən o şeyi nazil edirik. Məlum olur ki, burada nazil etməkdən məqsəd, yəni xəlq edirik. Yəni, yüksəklikdən endiririk aşağı. Lakin bu, yenə də deyirik, bir şeyin qopub düşməsi deyil. Ki, məsələn, deyək, oradan yuxarıdan düşdü aşağı, bu mənada deyil. Yəni, maddi mənada başa düşülməli deyil. Daha sonra üçüncü məsələ ki, burada toxunur, Əllamə buyurur ki, ayə ki, buyurur وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ. Burada Allah təbarək və teala həsri çatdırır. Yenə də burada xüsusiliyi çatdırır. Biz ki, o şeyi yer üzünə nazil edirik, bizim nazil etməyimiz müəyyən əndazədə olur. Qədərlədir. Əndazə, ölçüdən nazil edirik. Baxın, buradan məlum olur ki, həmən o xəzinədə olanda orada ölçü yox idi. Amma elə ki, yer üzünə bu xilqətə, yaradılışa çevrilir, məxluqa çevrilir, həmən o şey, diqqət edin, həmən o şeydir ki, nazil olur. Müəyyən qədər aydın olur ayənin izahı. Həmən o şeydir, sadəcə nazil olanda o şey, nə cür nazil olur? Qədərlə, əndazə ilə nazil olur. Və çünki mə nunəzziluhu, nazil etmirik biz o şeyi illə bi qədərin. Yalnız qədərlə, əndazə. Yəni, yalnız əndazə ilə biz həmən o şeyi nazil edirik. Dedik, məsələn, xəlq edirik. Və Əllamə buyurur ki, ki, burada gəlib bi qədər, səbəbiyyət mənasını verə bilər və deyək ki, həmsinin müsahibə mənasını verə bilər və fərq etmir, hansı məna nəzər tutsan, məna eynidir. Yəni, qədər vasitəsilə nazil edirik, ya qədərlə nazil edirik, fərq etmir. Deməli, bu varlıq, həmən o varlıq ki, Allahın xəzinələrində idi, bu varlıq vücuda gələndə əndazə ölçü ilə olur. Varlığa gələndə müəyyən, Əllamə ilə, baxın, diqqət istəyir bunlar. Ona görə Əllamə bilir ki, bu diqqət istəyir, ola bilər hər kəs başa düşməsin. Deyir ki, əgər başa düşmədiniz, üçüncü nəzəri qəbul edin. Yaxşı. Burada indi nə demək istəyir? Demək istəyir ki, əgər bir varlıq var olma dərəcəsinə düşürsə, enirsə, baxın, bir şey var olma dərəcəsinə enirsə, bu var olmada xüsusi hədlə olur, məhdud olur, mütləq olmur. Əllamə buyurur ki, bəli, insan məhduddur. İnsan hər cəhətdən məhduddur. Və Allah təbarək və teala açıq aydın şəkildə buyurur ki, İnnəhu bi kulli şeyin muhid. Allah hər bir şeyi əhatə edib. İnsan necə məhdud olmasın bir halda ki, biz görürük ki, o xüsusi bir məkan əxs eləyir, xüsusi bir zaman əxs eləyir və insanın məhdudluğu səbəb olur ki, məsələn, biz deyirik ki, məsələn, bu əli filan kəs deyil, filan şey deyil, filan şey deyil, filan şey deyil. Yəni, buna hədd qoyuruq da. Yəni, bunun varlığı bura qədərdir. Bundan o tərəfə deyil. Bu olur onun həddi. Və ya həmçinin onda olan, məsələn, o, deyək ki, qüvvələr ki var, o təsirlər ki göstərir, əməllər ki göstərir, onlar da məhduddur. Həm varlığı məhduddur, bura qədər də tutumu, həm o varlığa aid xasiyyətlər məhduddur.
ondan törənən təsirlər məhduddur. Bu da önəmlidir ya. Yəni elmi məhduddur, görməyi məhduddur, hər bir şeyi məhduddur. Allah təbarək və Teala'dır ki, yeganə varlıqdır, məhdud deyil. Necə? Deyək ki, xüsusi məkanda olur, deməli bu məhduddur, xüsusi zamanda olur, bunlar məhduddur. Ya xüsusi, deyək ki, zamanda görür, xüsusi məkanda görür və bütün bu xüsusiyyətlər. Deməli, bura qədər nə məlum oldu? Bura qədər bu məlum oldu ki, Allah təbarək və Teala ki, həman o şeyi istəyir, xəlq eləsin, vücuda gətirsin, qədərlə vücuda gətirir. Yəni, məhdud bir formada varlıq bəxş edir ona. Müəyyən ölçüdə olur, əndazədə olur. Çox gözəl. Daha sonra buyurur ki, bu ayə barəsində digər nümunələr də var ki, istifadə eləyə bilərik. Ki, qədər deyəndə, yəni bir şeyin varlığın, yəni bir şey ki, var olur, onun xüsusiyyəti nəzərdə tutulur. Və xilqətinin keyfiyyəti, yəni hansı keyfiyyətdə bu xəlq olub? Qədər, yəni bu. Quran-ı Kərimdən ayə gətirir. Əlləzi xaləqə fəsəvvə. Allah xəlq elədi və onu təsviyə elədi. Vəlləzi qaddərə. Qəddərə, yəni bir əndazəyə saldı. Yəni o xilqətin keyfiyyətini bizə göstərir. Fəhədə, sonra hidayət elədi. Ya məsələn bu ayə Əlləzi ə'ta kullə şeyin xalqəh, yəni həmən o keyfiyyət vermək. Hər bir şeyə öz xəlqini əta elədi, yəni müəyyən bir keyfiyyət verdi. Sonra ona hidayət elədi ki, məlum olur ki, o qaddərədən məqsəd, yəni müəyyən bir keyfiyyətdə yaranmaq. Deməli, Allah Teala ki buyurur, biz həmən o şeyi müəyyən bir əndazədə nazil edirik, yəni müəyyən bir keyfiyyətdə xəlq edirik ki, məhduddur, həm özü varlığı, həm bütün o etdiyi təsirləri məhduddur. Bura qədər məlum. Daha sonra buyurur ki, bu qədər üçün birdən də sifət gəlib. Bi qədərin məlum. Məlum, müəyyən bir əndazədə. Düzdür, Allah təbarək və Teala varlığına keyfiyyət verir. Amma bu keyfiyyət də elə belə deyil. Məlumdur, müəyyəndir. Biqadərin məlum. Məlum bir keyfiyyətdə. Və mə nunəzziluhu illə biqadərin məlum. Yaxşı, bu nə demək istəyir? Yəni, bu həmən o şey ki, nazil olur və bunun nuzulu tamam olur. Bu, həm diqqət edin, bu xilqətə gəlməzdən öncə, var olmazdan öncə müəyyən bir əndazədə deyildi. Var olandan sonra müəyyən bir əndazəyə düşdü. Diqqət edirsiniz. Bu hissəsini oxuyum. Və yəzhər fəhuvə mə'lumul qədər muayyənətən qablə icadihi. Amma və iləyhi yə'ud ki, və kulli şeyin indəhu bi miqdar. Allahın yanındadır bir miqdar. Miqdar var, lakin o miqdar müəyyən dərəcədə hələ deyil. Konkretləşmiş deyildir. Dəqiq bir nəticə alacaq. Ayənin mənası nədir? Ayənin mənası budur ki, Allah yanında miqdar var. Lakin bu məsələn ayəyə oxuyaq. İndəhu bi miqdar. Ya bi qədərin məlum. Eyni şey. Ya qad cəalallahu li kulli şeyin qadra. Allah hər bir şey üçün bir əndazə qərar verib. Yaxşı. Yəni bu əndazəni keçmir. Bu əndazəni keçmir. Lakin bu xilqətə gəlməzdən öncə, var olmazdan öncə bu şey Allah yanında bunun qədəri mübhəm idi. Nə mənada? Allah üçün mübhəm deyil də. Yəni varlıqlar bir-birlərindən ayrılmırdılar. Nə vaxt varlıqlar bir-birlərindən ayrılırlar? Maddi aləmə gələndə. Deməli, insan, bütün məxluqlar, bütün ona ki, şey deyilir, varlıq deyilir, var olmazdan öncə Allah təbarək və Teala'nın yanında bir şey idilər. Amma sabit formada, dəyişkən formada deyildilər. Və Allah oradan nazil eləyir. Və Allahın nazil etməsi bu deyil ki, artıq bu orada yoxdur. Orada yenə də var. Lakin oradakı, deyək ki, o
varlığı buradakı varlığından fərq edir. İnşallah yenə də biraz elə düşünürəm, izaha ehtiyac var. Gələn səfər bunu biraz geniş açarıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.